Alimlərdən biri deyir ki, Qədr gecəsi başına Quran qoyan oğlan, başına Quran qoyur, Allahı Qurana and verir. Amma o Quran ki, başına qoyur, Quranın içindəkini əməl eləmir. İştir elə Ramazan çıxdı, həmin telefonda həmin nömrələr ondadır. Elə Ramazan çıxdı, yenə də o günahların dalıca getsin. Bu ona oxşayır ki, o adam ki, başına Quran qoyur, Quranın içindəkini əməl eləmir, deyir, ilahi, mənə Quranı köməyə qərar ver. O adam nəyə oxşayır? O alim deyir ki, gedir həkimə, həkim xəstəsən, onu göstərir, ondan sonra onun üçün bir nüsxə yazır, o nüsxəni aparıb dərmanı alıb dərmana əməl eləməlidir. O nüsxəni qoyur başına, deyir, Allah mənə şəfa ver. Yox, nüsxəni başqa yerə qoymayasan. Allah bu Quranı bizə göndərir, şəfadır, hər nəyimizə şəfadır. Gəlin bu ayda bu nazil olan Quranın şəfasından istifadə eləyək. Xaricilər bizdən Qurana bəzən yaxşı əməl edir bəzi aylarda. Söhbət namazdan getmir ha. Müsəlmanların birliyi, nəzm, intizam.